də hal-hazırda verilişimiz canlı yayımlanır. Bəli, hörmətli tamaşaçılar, davam edirik. Yanvar-avqust ayları ərzində işə götürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 350 min manata yaxın vəsaitin işçilərə ödənilməsini gecikdirilib. Dövlət Əmək Müfəttişliyi tərəfindən, xidməti tərəfindən görülən tədbirlər nəticəsində vəsait işçilərə ödənilib. Bu vəsaitin 92% əmək haqlarından, qalan hissəsi işə götürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənişlərdən ibarət olub. Dövlət Əmək Müfəttişliyi xidməti 48 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar. Qeyd edim ki, əmək hüquqları pozulan və vətəndaşlar rəsmi qaydada Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət edə bilərlər və biz bu müraciətlərə vətəndaşların müraciəti haqqında qanunun tələblərinə uyğun şəkildə baxırıq. Vətəndaşlar bizə həm elektron poçt ünvanı, @işarəsi sosial.gov.az həm də sosial şəbəkələr vasitəsilə müraciətlərini ünvanlaya bilərlər.